Buyurun, keçək suallara. Sualları yoxladığımız üçün, yəni ondan başlayayım. Mən deyirəm sizin suallarınız. Bəli. Ondan 17 daxil olmaq şərti ilə hansı sualı yaza bilmədik? Buyurun. Arada sual buraxmayın, çox xahiş edirəm. Buyurun. Məndə yoxdur. Yox, səncə yoxdur, səndə olmaya bilər, amma məncə sual olanlar var. Eşidirəm. Kimin sualı var? Məsəl üçün, 10-cu sualı mən soruşuram bizim Yusif kişidən. Yusif, mikrofonu aç, zəhmət olmasa. A. 3 tam %19, B. 3 tam dövrdə 19 və C. 3 tam 1 dövrdə 9. Yusif, necə müqayisə eləmişsən? Buyur, izah et. Mənim deyirəm. Yox, Yusif deyilsin axı sən. Yusif var bizdə. Mən də deyə bilərəm, mən bilməsələr. Sizə qoşulan var. Yusif, mən sənə işləm kişi. Biz səni gözləyirik. Buyur, Yusuf, eşidik səni. Salam müəllim. Salam Cahangir. Yusuf, sən bizi eşidə bilirsən, yoxsa necə? Onda biz səni cəmiyə qeyd edəcəyik. Dərsə qoşub bizə qulaq asmır, eləmi? Yusuf, bizi dinləyirsənmi sən kişi? Nihat, belə halda nə baş verir? Nə sualı deyirsiniz müəllim yoxsa Yox, bax indiki situasiyada nə hal baş verir? cərimə yazsınız? Bəli, bəli. Zəng eləyək görək nə məsələdir. Müəllim, mən gözləyini cəriməni pozum da, sən şeydir. Səsim gəlir, yazıb qrupa gəlmir. Bir dənə baxım görüm. Olar. Yusuf məsuliyyətli olan adam necə olsun? Yox, Yusuf, sənin mikrofonun bağlıdır. Mikrofonu aç sən. Aç, sonra danış. Yəni, çıxmaq lazım. Sadəcə orada mikrofon düyməsi var. Mikrofonu aç. Yəni. Sən axı normal mikrofonu açıb danışabilirsən artıq. Olmazsa belə çıx, təzən daxil ol. Neyse yazım. Aha. Nihayət mikrofonu bağla. Dərya, sənlə işlədik. Buyur. Bu sual necə işləyərsən? Onun sualı müəllim. Müəllim, mən ona B yazmışam, atmışam. A-nı 3 tam 1000-də 190, B-ni 3 tam 1000-də 191, C-ni də 3 tam 1000-də 199 almışam. Bunlar da yəni. Çox sağ olun. Mən deyirəm. Yox, Dərya yəni açıqlaması müəyyən qədər verdi. Baxın, biz demişdik ki, bu kəsirləri müqayisə ediriksə və biz də məqam keçmişdik. Demək, baxmışdıq. Kəsirlər bölməsindəki onluq kəsirlərin sonuna istənilən qədər 0 yazsaq nəticə dəyişməz. Düzdür? Onu da Müəllim, səsin gəlir. Bəli, Yusuf, şükür səsin gəlir. Sən bax Nəyəsə açırdım, səs gəlmir. Olur, bəzən olur. Ehtiyac yoxdur, çox sağ ol. Çünki daxil onda bəzən mikrofona icazə verdiyiməsini seçmirsiniz, olur. Onda mikrofon açılmır. Normaldır. Baxırsan birinciyə, biz onluq kəsirlərin sonuna istənilən qədər 0 yazsaq nəticə dəyişməz. 0-0 yazaq. 3 tam dövrdə 19, 3, 19, 19 və s. deməkdir. Yəni 19 burada neydir? Dövrdür, təkrarlanır. Üçüncü kəsir isə 3 tam 1 dövrdə 9'dur. Yəni 3 tam 1, 9, 9 və s. Yəni sonsuza qədər 9 təkrarlanır. Beləliklə baxanda bu ədədlərin içərisində ən böyüyü C-dir, sonra B-dir, ən kiçici nədir? A-dır. 17-yə qədər hər hansı sualımız varmı budur? 16. 16 mən. 16-ya baxa bilərik. Baxın, var qarşılıqlı tərs ədədlər, var qarşılıqlı əks ədədlər. Onda sualı belə qoyuram. Qarşılıqlı tərs ədədlər hansılardır? Hasili birə bərabər olan ədədlər.
Sağ ol. Qarşılıqlı tərs ədədlər hasili 1-ə bərabər olan ədədlərə deyirik. Yəni A vurulsun B əgər 1-ə bərabərdirsə, onda A nəyə bərabərdir? 1 bölünsün B. Yəni 5-in tərsi nədir? 5-dədir. Və ya 3-də 2-nin tərsi nədir? 2-də 3. Yəni dediyimiz tərsinə çevrilmiş ədəddir. Və hasil nəyə bərabərdir? 1. Qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabərdir. Bəs Rəfiqə, yəqin bizi eşidirsən, qarşılıqlı əks ədədlər nə baş verir? Onlar arasında hansı münasibəti var? Qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabərdir. Bəs qarşılıqlı əks ədədlərin Cəmi 0-a bərabərdir. Cəmi cəmi 0-a bərabərdir. Məsələn, mənfi 3-ün əksi 3-dür. Olacaq 0. Cəmi 7-nin sıfır. əksi, bəli, mənfi cavab olacaq 0. Qarşılıqlı əks ədədlərin cəmi 0-a bərabərdir. Qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabərdir. İndi bizə deyir ki, Bir sual soruşa bilərəm. buyur, dərsənədin o. Bəli. Biraz emosional reaksiya verdim, buyur eşidirəm. Müəllim, mənfi ədədlər kəsr şəklində göstərilə bilər, adi kəsr şəklində. Adi kəsirlər, məsəl üçün, sənə mən bir dənə şey deyim, mənfi 3-də 2 düzgün olan, düzgün olmayan kəsirdir. Düzgün kəsr. Baxın, dediyini təksir edirsən, yəni ki, adam eşitmirsən və ya bilmirəm, mənfi ədədlər var, düzgün olan və ya düzgün olmayan kəsirə aid etmək olmaz. Çünki düzgün və ya düzgün olmayan kəsir anlayışı adi kəsirlərə aiddir və adi kəsirlərdir, şərt budur. Əgər kəsir, yəni A bölünsün B kəsiri, 0-dan böyük 1-dən kiçikdirsə, buna düzgün kəsir deyirik. Yox, əgər A bölünsün B kəsiri 1-dən böyük və ya 1-ə bərabərdirsə, buna düzgün olmayan kəsir deyirik. Mənfi kəsir isə 0-dan solda yerləşir. Demək, düzgün olan adi kəsirlərə daxil ola bilməz. Biz nə demək istəyir? Bəli. Demək, sənin üçün mənfi 3-də 2 düzgün kəsir ola bilməz, düzgün adi kəsir ola bilməz. Oldu? Oldu. Aha. Sağ ol. Sən də sağ ol. Gəl baxaq kök altda 5 minus 2-yə. Bir dəqiqə. Davam edək. Kök altda 5 minus 2-nin ilə qarşılıqlı tərs ədədi göstərin. Qarşılıqlı tərs ədəd bunun tərsidir. Yəni 1 bölünsün kök altda 5 minus 2. Bax, cavab budur. Amma baxsaq, variantda biz bunu görməyəcəyik. Niyə görmürük? Kim deyər? Eşitirəm sizə. Müəllim, çünki onları ixtisar getmir axı. Yox, nə dedim mən? Gedir. Qoşması. Gedir. Vursaq, hasili bizə 1 verəcək. Tərsidir. Mən çünki məxrəci irrasionallıqdan azad edilmək Ay, sağ ol. lazımdır. Bax, cavabımız budur. Kök altda 5 minus 2. Doğru cavab aldıq. Amma cavabda olmaya bilər. Adətən olmayacaq. Niyə? Çünki biz adətən ifadəni verəndə onun məxrəcini irrasional azad edib veririk. Ona görə bunun məxrəcini qoşmasına vurub bölək. Qoşması nə idi? Kök altda 5 plus 2. Eləmi? Məxrəc olacaq. Axı biz bunun içində danışdıq. Qoşması kök altda 5 minus 2-nin qoşması kök altda 5 plus 2-dir. Olacaq kök altda 5-in kvadratı çıxsın 2-nin kvadratı və kök altda 5 plus 2. Məxrəc olacaq 1. Kök altda 5 plus 2. Bu şəkildə. Olar? Davam edirik. Sual. 25-ə qədər kimin sualı var? Məsəl üçün, sual 18-ə mən baxacam. 18-i mən əminəm ki, Zeynəb işləmir. Zeynəb, 18 sənə işləyək. Buyur, işləmirsən mi? Mən bu testi başa düşmədim çox. İşləyə Məsəl üçün, bilmədim. hansı sualları? 18-ə qədər bilmədiyin suallar var idi. Testi başa düşmədim. İşləyə bilmədim. Yenə sual soruşuram sənə. Yenə sual verirəm. Düzdür.
Yaxşı olardı ki, biz mövzuya baxdıq, testə baxmadıq. Testə baxmaq daha gözəl olardı. Amma 18-ə qədər gəldiyimiz suallar içərisində sənin bilmədiyin suallar vardı, eləmi? Və niyə soruşmurdun? İndi 18-ci sualı işləməmsən, eləmi? Bəli. Aha, kök altı 2 minus 1. Deyir, ələdinin tərsi ilə əksinin fərqi. Yaxşı. Kök altı 2 minus 1-in tərsi nədir, Zeynəb? 1-də kök altında 2 minus 2 çıxsın. Məsələn, 5-in tərsi nədir? 5-də 1-dir də, eləmi? Kök altı 7-nin tərsi nədir, Zeynəb? Kök altı 7-də 1-dir də, eləmi? Yəni, kök altı 2 minus 1-in tərsi 1 bölü kök altı 2 minus 1-dir, hə? Yoxsa yox? Bəli, nədir? Bunun tərsi ilə əksinin fərqi. Bəs kök altı 2 minus 1-in əksi nədir, Zeynəb? Bax, yazdım bura. 1 minus kök altı 2. Bunun bir şeyin əksi. Məsəl üçün, 7-nin əksi nədir, Zeynəb? -7. Kök altı 2 minus 1-in əksi, onda mənfi kök altı 2 minus 1-dir. Eləmi? Bəli. Və bu mənfi mötədənin içərisinə vuranda 1 olacaq müsbət, kök altı 2 olacaq mənfi. Demək ki, kök altı 2 minus 1-in əksi nədir? 1 minus kök altı 2-dir. Eləmi? Və bizə şərtdə deyibdir ki, kök altı 2 minus 1-in tərsi ilə 1 bölü kök altı 2 minus 1, əksinin fərqi, yəni 1 minus kök altı 2-nin fərqini tapmışam. Sən bunu hesablamalısın. Hesablamaq üçün ilk öncə nə etməlisən? Ortaq məxrəc edə bilərsən və yaxud da nə edə bilərsən? Bax, bu ifadə var ya, birinci ifadə. Hər tərəfin qoşmasına vurub bölək. Kök altı 2 minus 1-in hər tərəfin kök altı 2 plus 1-ə vuraq və bölək. Çünki kəsin sürətini və məxrəcini eyni bir şeyə vursaq və ya bölsək, qiymət dəyişməz. Minus 1 minus kök altı 2 öz yerində qalır. İndi gəl baxaq. Kəsin məxrəcində müxtəlif vurma düsturuna görə fərqi ilə cəminin hasılı sənə nəyi verir, Zeynəb? A minus B vuraq A plus B nə verir? Kvadratlar fərqi. Hə, kvadratlar fərqi. Dəqiq bilirsən bunu? Zeynəb, sualım sənədir. Dəqiq xatırlayırsan həmin qaydanı? Bax, yazıram burada. Müxtəlif vurma düsturuna görə A minus B vurulsun A plus B. Zeynəb, sənə nə verəcək? A çıxılsın, hə, A kvadrat çıxsın B kvadrat. Kök altı 2 minus 1 vuraq kök altı 2 plus 1 sənə nə verəcək? Kök altı 2-nin kvadratı minus 1-in kvadratı. Elədir, yoxsa yox? Bəli. Sürətdə kök altı 2 plus 1 öz yerində qalır. Bir də minus nə var? Və bu qarşıdakı mənfi bunları nəyə çevirir? 1 olacaq mənfi, 2 olacaq, 2 olacaq nə? Müsbət. Burada. Bizim nə edirik? Bəli. İndi kəsin məxrəcinə bax. Kök altı 2-nin kvadratını neçə eləyər? 1. Çıxılsın 1. Olar elə 1. Yuxarıda kök altı 2 plus 1 var. Bir də minus 1 plus nə var? Kök altı 2. Yəni ifadəni 1-ə bölsən olduğu kimi qalır. Kök altı 2 plus 1 minus 1 plus kök altı 2 gedir. Qalır 2 kök altında 2. Yeni aydın olmadı. Biraz oldu mənim. Biraz. Niyə biraz? Sən bunları keçən hamısını bir-bir işləmişsən, Zeynəb. Hər halda yəqin ki, eləmi? Bəli, bəs niyə belə? Gəl baxaq. Hardan başlayaq səninlə? Hər kəsə aiddir. 5 minus kök altında 2. Zeynəb, bunun qoşması nədir? Bunun qoşması 5-dir. Nədir? Deyim müəllim. De. 5 plus kök altı 2. 5 plus kök altında 2. Hətta Cahangir belə bunun cavabını bilir. Eləmi Cahangir? Cahangir mənim rəistimə nə olub ki? Kök altında 5 minus 2-nin qoşması kök altında 5 plus 2-dir. Bu, irrasional ifadələrdə plusun qoşması minus, minusunki plusdur. Nə üçün? Çünki bunların bir-birinə hasili, Zeynəb, diqqətlə bax, 5 minus kök altında 2 vurulsun, 5 plus kök altında 2 yazanda iki ifadənin fərqi ilə cəminin hansı yarar? Görsən bir dəfə fərq, bir dəfə cəmi. Olar mı müxtəsərə görə A kvadratı minus B kvadratı? Hansı ki,
A minus B vurulsun A plus B. Xatırlayırsan bunu? Yuxarıda Bəli, mən yazıb da. Onda olacaq 5-in kvadratı minus kök altı 2-nin kvadratı. Yəni 23. Yenə aynı olmadı. başa düşdüm mən. Zeynəb, səndən xahişim var, sualların üstündən keçmə. Suallarını ver. Məsəl üçün, onlar belə çıxır, sən sual 20 işləməmsən. Bəli. Bəli. Əla. Bax, ədəd oxu. Ədəd oxunu çəkdim. Çəkdim. Ədəd oxu sonsuza qədər arta və azalacaq. Ədəd oxu üzərində -3-dən o ikinci mikrofon var. Mikrofon var, xahiş edirəm. -3-dən, bax bura -3-ü qeyd elədim. 5 vahid məsafədə yerləşən. -3-dən 5 vahid deyir Zeynəb. -3-dən 5 vahid rəli. Üstə gəl 5. Ya 2 var. -3-dən 5 vahid geri. Ya da -8 var. -3-dən 5 vahid məsafə deyirsə sənə, ya -3-dən 5 vahid irəlidir, ya -3-dən 5 vahid geridir. Bilmədik nə yazırıq? Zeynəb. İndi deyir bu ədədlərin cəmini yazın. Biri -2-dir, biri -8-dir, biri -2. -8-dən 2-nin cəmi Zeynəb neçə edər? Bu Mənfi 8 mənfidir. Burada da müsbət olduğu üçün çıxılır 6 eləyir. Yəni -6. -6 mı? Məsəl üçün baxacağıq sual 21-ə. Aşağıdakı ədədlərdən hansı ədəd oxunda 11 ədədindən 14 vahiddən böyük məsafədə yerləşir? Ədəd oxunu çəkirəm. 11-i yazıram bura. 11-dən 14 vahid məsafədə, 14-ün özündə yerləşir ya 25, yerləşir ya da -3. 11-dən 14 vahid məsafədə yerləşir 25 və -3. Amma bizə deyir ki, 14 vahiddən böyük məsafədə. Yəni ya 25-dən bu tərəfə, ya -3-dən bu tərəfə. Hansı var cavabda? Deyəm -4 var. -4 11-dən 14 vahiddən də o tərəfə yerləşir. Uzaqda yerləşir, böyük məsafədə yerləşir. Davam edirik. Müəllim, anlamadım. Hayca? Anlamadım. Bir daha baxıram sual 22-yə. Baxırsan? Ədəd oxunu çəkdim. Hansı ədəd 11 ədədindən? Baxaq ki, bu 11-dir. Bu nöqtə. 11 ədədindən 13 vahiddən kiçik məsafədə. 11 ədədindən 13 vahid məsafədə, yəni 13 addım sağa getsək, qabağa doğru getsək, olacaq neçə? 24. 24. Bəs 13 addım geri getsə neçə eləyəcək? -2. Onda Lələşova, 11-dən 13 vahid məsafədə nə yerləşir? -2 və -1. Yox, -3. Deyirəm ki sənə, 11 ədədindən 13 vahid məsafədə hansı ədədlər yerləşir? -2, 24. İndi sualı belə verim Lələşova sənə. 11 ədədindən 13 vahiddən böyük məsafədə nə yerləşə bilər də görün bir dənə də mənə. 25. 25 və yaxud da -4, -10 və s. Elədirmi? Bəli. Həmin ədədlər artıq düşür, bax bu hissədə. 13-dən böyük məsafədə. 13-dən o tərəfə. İndi sadə deyil ki, 13 vahiddən kiçik məsafədə, yəni 13 vahiddən bərdə yerləşir. Bax buralarda. Göz cavabda hansı var? 21. 21, ay sağ ol. İndi aydın olmadı yenə? Oldu mən. Gözəl. Davam edirik. Buyurun. Sual. Müəllim, 23-ə baxaq, zəhmət olmasa. 23 müəllim. 23-də zəhmətlik bir şey yoxdur sualda. 23-cü sual. Deyim mən. Deyin Nihat, eşidirəm qardaş. Mənim 23-cü sualda qüvvət, məsələn, qüvvət tək olarsa, mənfi ədəddirsə, qüvvət tək olduqda təkrardan mənfi olur. Yəni mənfi çıxır. Məsələn, -1/2 1 eləyir, amma -1/3 -1 eləyir. İndi burada 600
-1-dir. O təkdir deyə təkrardan -1 eləyəcək. 444-də cüt ədəddir. Ona görə müsbət eləyəcək. Mənfi müsbətə vuranda onsuz da -1 eləyir sol tərəf üstə. Sağ tərəfdə yenə həmənki qayda ilə Bildim. Çox mənfi mən də yazım bir dənə. Təşəkkür edirəm. Xahisə var. Mənfi ədədin tək üstü qüvvəti ilə bizə nə verəcək? Mənfi. Məsəl üçün, baxın, -2-nin kubu. -2-nin kubu -2 vurulsun -2 vurulsun -2 deməkdir. -2 vuraq -2 müsbət 4. Bir də vuraq -2 olacaq necə? -8. Amma baxın, yazılan -2-nin kvadratı. Bu nə deməkdir? -2 vurulsun -2. -2 vurulsun -2 neçə edir? Müsbət 4. Və yaxud da yazılan -2-nin üstündə 5. Bir dənə diqqətlə baxın. -2 vurulsun -2, -2, -2 və -2. İndi hasil tapsaq. -2 vurulsun -2. Olacaq müsbət 4. 4. Bir də vuraq -2. Olacaq -8. Bir də vuraq -2. Olacaq müsbət 16. Bir də vuraq -2. Olacaq -32. Amma -2-nin üstündə 6 yazsaydı, yəni -2-nin 6 dəfə dabi gedir ki, öz-özünə hasil deməkdir. Bu -2-nin üstü 6. İndi gəlin görə nə verəcək bizə? -2 vurulsun -2 nə verəcək? Müsbət 4. Bir də vuruq -2-yə. -8. Bir də vuruq -2-yə. Müsbət 16. Bir də vuruq -2-yə. -32. Bir də vuruq -2-yə. Müsbət 64. Onda belə çıxır ki, mənfi ədədlərin cüt üslü qüvvətləri bizə nə verəcək? Bax, hamısına görsənir. Müsbət, mənfi ədədlərin tək üslü qüvvətləri bizə nə verir? Mənfi. Mən bir şey deyə bilərəm. De. Mən mötərizəsiz məsələn -2 üstü 4. O da mənfi olurdu. Onu da yaza bilərəm sənin üçün. Sağ ol. Sənin sualların mənim çox xoşuma gəlir. Bax, yazdıq bura. -2-nin üstündə 2. Yəqin bunu demək istəyirsən. Bəli. Bu ifadə -2-nin üstü 2-yə bərabər deyil. Çünki əgər biz -2-nin üzərində 2 yazmışızsa, bu -2-nin kvadratı deməkdir. Yəni, -2 vurulsun -2 deməkdir. Olacaq müsbət 4. Amma -2-nin kvadratı deyirsənsə, burada kvadrat 2-nin mənfisinə aid deyil. Elə bil, sanki çıxılsın 2-nin kvadratı deməkdir. Olacaq elə çıxılsın 2 vurulsun 2. Olacaq -4. Bu ifadə sanki bilirsən nəyə xatırladır? Məsələn, yazıram ki, 10 çıxılsın 2-nin kvadratı. Sən ondan neçə çıxarsan burada? Gördüm. Eləcək 6. 10 çıxılsın 2-nin kvadratına, yəni ondan 2-nin kvadratını çıxaq desəm, sən 10-un üstündə 4 gəlib 16 alasan. Soruşuram. Ay, yaşa. Bax, bunu 10-la müqayisə elə. Aydın oldu nə demək istəyirəm? Bəli. Aha. İndi gəlin, keçək sualımıza. Sualı bir də yazarım təzə. Demək, 23-cü sualdır. Bəzi yoldaşlarımın səsi gəlmir. Ya bilirlər, ya da ki, ümumiyyətlə sən bilmirlər. Elgün problemi var mı kişi bu suallarda? Elgünlərdən. Devam, suallı problemi var sənin? Hansı suallarda məsələn? Ümumiyyətlə, bura qədər problemi var mı? Bura qədər xeyr. Hə, maşallah. İrəli sualını verərsin, irəli doğru. İndi gəlin baxaq. -1-in üstü 601. Mənfi ədədin tək üstü qüvvət sənə nə verəcək? Onsuz da 1-in üstü qüvvət neçə olsun, yenə sənə nə verəcək? 1. Bu başqa məsələ. İndi -1-in üstü 601. Mənfinin üstü qüvvət təkdir. Dedik, mənfinin tək qüvvəti yenə sənə nə verir? Mənfi. Vurulsun. -1-in üstü 444. Mənfinin cüt qüvvəti sənə nə verəcək? Müsbət. Plus. -1-in üstü 2001. Mənfinin tək qüvvəti yenə sənə nə verəcək? -1.
Hə. Keçək kəsrin. Keçək Deməli, mən. kəsrin məxrəcində -1 üstü 1001. Mənfinin tək olsa nə verəcək yerdə? -1 vurulsun. -1-in üstü 100. Mənfinin cüt qoyarsan nə verəcək yerdə? -1. Məxrəcdə -1 vurulsun 1, -1. Sürətdə -1 vurulsun 1, -1. Plus -1. -2 bölünsün -1 cavab olacaq 2. Mən baxacağım sual 26-ya. Bu tip sualları uşaq gözdən bəzən qaçırlar. Amma Mənim bir şey də soruşsam bundan bağlı. buyur. Bəs mənfi ədədin üzəri mənfi ədəd olanda necə olur? Məsələn, mənfi A üstü mənfi 10 məsələn. Biz inşallah onu işləyəcəyik həqiqi üstü qüvvətli anlayışında, kvadrat köklərdə. Məsəl üçün, -2-nin və yaxud da 2-nin fərq etmir, üzərində -2, eləmi? -1 bölünsün 4 deməkdir. Yəni, mənfisi qüvvət həmin qüvvət tərsini verir. Onu işləyəcəyik, bəyən sıxma. Demək, kisəti 0. Bizə deyir A-nın, B-nin, C-nin işarəsini təyin et. Kimdən soruşaq bu sualı? Burada kim var? Buyurun, kim cavab verə bilər? Zəhra, işləyirəm. Bu necə işləmirsən? Mən deyim. Zəhra. Tamam. Teşekkür. Zəhra, başqa bir danışmağa qoymursan. Zəhra, mikrofon açıq baxma. Eşitmirsiniz müəllim? Yox, səsin gəlmir, de görək. Hə. Müəllim, ikinci ifadədən başlayıram həmişə. Həmişə ona başlayamazsan, o düzgün söz deyil. Yəni, ən uyğun olandan başlamalısan. Üçüncü də ola bilər, birinci də ola bilər. Buyur, eşidirəm. Təbii müəllim, hər şey birinci. Fərqi yoxdur olsa həmişə. Fərqi var. Ya, birinciden başlayır, heç nə Məsələn, olmaz. sənə bir şey deyim. Sən ikinci ifadəni görürsən. Nihat, bir dənə mikrofona quluşasan. Məndə ekran kaydı dayandı. Sadəcə sizi görürəm. Onu Hə, deyəcəm. Zəhra danışdığı üçün ola bilər. Tamam. İndi bu dəqiqə məni görürsən, yoxsa yox? Sadəcə sizi görürəm, ekran yox. Niyə? Amma uşaqlar, hər kəsdə eyni problem var, yoxsa ekran paylaşır mı dəqiqə? Ekran görürsün ana olaraq. Məndə ekran rahatca görünür. Hə. Bacar Mən deyəsən aşağı yendir ona görə. Birinci Bir səhifə. də Rəvan nəsə demək istəyir, Rəvanın İKT bilikləri yüksək. Rəvan eşidirəm, buyur. müəllim uşaqlar elə eləsinlər ki, sizin görüntünüzü sancaqlasın. Yəni kimsə danışanda itməsin də. Sən kişi adamsan, düz deyir. Orada o sancaqlar bölməsi belə iynə kimi bir şey var. Yox, bilirəm. Ən üstə mənə atırsan deyə həmişə ekran görsənir. Çıxıb təzədən qoşulsam olar. Tez elə olur, yaxşımı? Onsa sualı bilirsən. Zəhra, eşidirəm, buyur. Müəllim, siz dediniz ki, birinciden başlayaq, tamam. B Mən müəllim, birinci mənfi başlayıram, çünkü yəni ən niyə? uyğun ondan başlayırıq. Buyur. Tamam. Hı-hı. A nə mənfi də olsa, müsbət də olsa, burada kvadratı deyə A müsbət çıxacaq. Hı-hı. B-də isə B mənfi çıxır. Bax, belə deyirik. B bu. Bax, ikinci hasildən heç sən təyin edə bilmərik. B vuraq C olub müsbət. Ya burada B də müsbətdir, C də müsbətdir, hasilə müsbətdir. Ya B də mənfidir, C də mənfidir ki, hasilə mənə müsbətdir. Amma deyə bilmərik, heç bir fikrimiz yoxdur. Birincidə amma görsənir. Birincidə A-nın işarəsi nə olursa olsun, A-nın kvadratı olacaq müsbət. Bəli. Vurmuşuq, B-yə olub mənfi. Hə, onda B mütləq nəymiş? Mənfiymiş ki, B-nin kubu da mənfi olub, hasil olub mənfi. B-nin təyin edik. Onda bax, ikincidə B-nin üstünə yazıram mənfi. İkinci B mənfi. B mənfi Sonra vurmuşuq, müəllim, C-yə olub burada C-ni müsbət. tapaq. Onda C də mənfiymiş. Bəli. C A da mənfidir. mənfidir. C-nin üstündəki 6 olacaq müsbət. Vurmuşuq, A olub mənfi. Aha, onda A da mənfiymiş. Bəli, müəllim, burada hamısı mənfi çıxdı. Yəni o bu sual bəş ola bilər. Müəllim, bu mənfi mənim ən sevmədiyim şeydir həyatda. Həyatda hər şey müsbət keçsə nə var ki, Zəhra? Baxaq, A kubu, B kvadratı böyük 0. A kubu, B kubu, C üstü 5 kiçik 0. Eşidirəm səni, Yusuf. Buyur. Mən burada birincidə A-nın kvadratı olduğuna görə müsbət çıxacaq hər zaman. Yəni burada B-nin də müsbətdir. Aha. B-nin də kubu olduğuna görə mənfi.
Ya Burak B mənfi olub. Onda B mənfi imiş ki, bu da mənfi olub. Aha, sonra Sonra ikinciyə baxsaq, nə edəcəyik? İşləmirsən, Samsal işləyirəm. Buyur Yusuf. Sən bu salda dayanıcı adam mıydın? mən onda yuxarıda verdiklərimizə görə A-nın kvadratı müsbətdirsə, kubun da mənfi olaraq götürəcəyik. Elə bir şey mi var? Yəni bəlkə A elə müsbəti imiş. Sən müsbətin kubu necə mənfi götürə bilərsən ki? Bu hansı məntiqə uyğundur? Və niyə belə işləyirsən sən Yusuf sualları? Mən rahatam, sağa güvənmişəm. Yusuf, sual verməyə baxırsan mı? Birinci şərtə baxırıq. A kvadratı, B kubu mənfidir. A-nın işarəsi nə olursa olsun, kvadrat sənə verəcək müsbət. Vurmuşuq B-yə olub mənfi, onda B mənfiymiş. Ki, kubud onsuz da mənfi eləyəcək. Yaxşı. İkinci şərtə baxırıq. B mənfidir. Kvadratı nə olacaq? Kvadratı müsbət olacaq. Vurmuşuq Deməli, A-ya A olub üstü müsbət. mənfi ola bilməz. Onda A da müsbət imiş ki, bəli, sağ olun. Bəli. Kubu da olub müsbət, hasil olub müsbət. A mütləq müsbət. Məsələn, üçüncü şərtdə. A müsbət, kubu olacaq müsbət. B mənfi, kubu olacaq mənfi. Vurmuşuq C-yə olub mənfi. Onda C mütləq nə imiş? Müsbət imiş ki, müsbət vurulsun mənfi, olub mənfi, bir də bıraq müsbət, cavab mənfi olsun. C də müsbət. Yenə aydın olmaz sənə, Yusuf. Aydın oldu mənim. Aydın oldu, diqqətin burada olsun. Keçdik, tərtib qiymətli hissə ay olacaq. Həqqəmiz qutarır, mən digər dərsini inəyəcəm. İşıqlar yanmadı. Deyəsən, bütün transformator yanıbdır. 28-ə baxırıq. Çünki bu gün hava isti oldu, hər kəs kondisioneri yüklüyür. Verilmiş ədədin tərtibini tapın. Tərtibi necədir burada? 13-9-dakı 9 mənfi. Burada qiymətli hissə neçədir? 5. Tərtib neçədir? 9. Kökçədə sorulur. Bitdi. Gəlin baxaq 29-a. R bərabərdir 32 vurulsun 10 üstü 12. $13. 32 yazaraq Tərtib. 2 vurulsun 10 üstündə 13. Yəni, hə, deyil. Çünki müəllim, qiymətli hissə 1 ilə 9 arasında ola bilər. Danışmışdıq. 1 və 9 arasında ola bilər. Nə 1-dən kiçik ola bilməz, 0-dan ola bilməz, nə 9-dan böyük ola bilməz. Yəni, daha doğrusu 10-dan böyük ola bilməz. 10 ola bilməz. Ona görə 32 tam ola bilməz. 1 rəqəm çəkirik, edir 3 tam. Onda 2, bu 1 10-u vuruq 12-nin üzərinə. Gəlir 12-nin üzərinə. Qiymətli hissə olur 3 onda 2, tərtib olur 13. Hə. Aydındır. Müəllim, üzrlə hesab edin. İnternet yoxdur, müəllim. Nə yapalım, nə edəkəm? Bizdə də bir başlayan problem. Olanda olur da. Hə. Neçəyə baxaq, buyurun. Məsəl üçün, baxaq sizdən sual 31-ə. Cahangir, sual 31 işləmisənmi? Eşitirəm Cahangir. Cahangir burada deyil. Cahangir'in interneti çok sıra geçti ya. Ne oldu belə? Mənim, qeyd aparırdınız mı? Hə, aparıram. Aparıram. Hə, işte. Yaz Cahangir'ə. Deməli, Nihat, sən də izahlar, işləyirəm.
Mən deyim, burada deyir ki, ədədlərinin hasilinin tərtibini tapın. Şey deyib, 9'u vururuq 2 üstü 8'i hayabsız. 72 vuraq 10 üstü 10 eləyir. 72 Aha. olmaz deyə 1 ilə 9 arası olmalıdır. 7 tam onda 2 vuraq 10 üstü 11. Oradan da 11 eləyir. Deyirsən Cahangir Cahangir nə? Cahangir işıq sönür. Deyirsən böyünəsə elə problem var ümumiyyətlə. Olan işıq sönür. 10 yazır. Bir diqqətə qoşuluram. Gəlin baxaq. Deyir A və B-nin hasilini tapaq. A və B-nin hasilini tapırıqsa, A 9 vurulsun 10 üstü 7-dir. B 8 vurulsun 10 üstü 3-dür. Bunları bir-birinə vuranda olacaq 72 vurulsun 10 üstü 10. Düzdür? Qiymətli sən, qiymətsizə vuruq, tərtibi tərtib. Dərsdir, qüvvəti vuruq. Onun qüvvətləri. İndi bu standart şəkil sayılmaz. Biz bunu danışmışdıq. Düzdürmü? Çünki standart şəkildə Zeynəb nə baş verməlidir? Qiymətli hissə bayaq yazıq 1-9 aralığında dəyişməlidir. 9 daxil olmaq şərti və 10-a qədər. Əslində bayaq yazmadıq. Çünki qiymətli hissə 1-1-dən böyük 10-a qədər olmalıdır. Əslində belə olmalıdır. İndi biz bunu yazaq. Müəllimini götürdüm. Nə deyirdiniz? Bildim, ev yox, canın sağ olsun. 7 tam onda 2 vurulsun 10 üstü 11. Bu vergül bir rəqəm sonra çəkdiyimiz üçün bir onu veririk onun üzərinə. Qiymətli isə 7 tam onda 2 tərtib olacaq neçə? 11. Və yaxud 32-ci suala baxırıq. Sual 32-yə baxırıqsa, A veribdir 5-in kvadratı vurulsun 10 üstü 2. B-ni verib 2-nin kubu vurulsun 10-un kubu. Yəni A-nın qiyməti 25 vuraq 10 üstü 2-dir. B 8 vuraq 10 üstü 3-dür. Və sən A vurulsun B hasilini tapırsansa əgər, o zaman qiymətli yazacaqsan, olacaq 200 vurulsun 10 üstü 5. 200 nə yaza bilərik? 2 vuraq 10 üstü 2 yaza bilərikmi? Vuraq 10 üstü 5. Olacaq 2 vuraq 10 üstü 7. Qiymətli isə 2 tərtib olacaq neçə? 7. Buyurun, davam edək. 33. Nisbi xəta və 32 mütləq müəllim. xətanı da Mütləq bayram yaxşı. 32. Neçin sual baxaq? Hansına baxaq sual? Deyin görək. 33. 33 müəllim. 33-ə gəlin baxaq. Deyim müəllim. Bilirsən? Təbii ki, bilməlisən. Bəli müəllim. Mənim ən sevdiyim mövzudur. Amma gəlin bir yerdən müzakirə edək. Bir də. Məsələ nədir? Deyir ki, 12,3 ədədini Yuvarlaşdırılıb təkliklərə qədər, yəni bura qədər yuvarlaqlaşsaq, cavab olacaq 12. 12. İndi 12,3'ü biz yuvarlaq qəbul edik 12. Burada bir xətaya yol verdikmi? Hesablama xətasına yol verdikmi? Bəli, bəli. Verdik. Düşünürəm ki, məsəl üçün, tutaq ki, dükandan bir şəkər alırıq marketdən. Hər hansı bir yerdə, nəsə. Çəkir, deyək çəkisi nə qədərdir? 12,3 kiloqram. Yuvarlaq nə qədərdir? 12 kiloqram. Amma aslında 12 kiloqram deyil, 12,3 kiloqramdır. Orada 3 kiloqram nə etdi? İtdi. Xəta yol verdik saxlamada biz. O itirilən hissə bizim üçün mütləq xətadır. Və mütləq xətanı tapmaq üçün nə edirik? 12,3-dən 12-sini çıxırdıq. 12,3 minus 12. Əslində belədir ki, dəqiq qiymətdən təqdir qiymətə çıxırıq, modca götürürük də. Olacaq neçə? 0,3. Onda 3. Onda 3 bizim buradan yol verdiyimiz nədir? Mütləq xəta. İndi baxacaq hər sual 30-cu suala ki. Nisbi xətada mütləq xətanın 2 qatıdır. Yox, o deyil, qəti şəkildə. Yox, bölürük 12-yə, vururuq 100-ə. Hə, baxacaq. Əvvəlcə nəyə baxaq? Məsəl üçün, mən hazır işlədiyim məktəbin 1312 şagirdi var.
Məsələn, Nihat soruşur, neçə şagirdi var? Deyirəm, təxminən 1300 dənə şagird var da. Axı 1300 şagird yoxdur. Orada o 12 şagirdi mən arada itirdim. 1312 şagirdi, 1300 şagird deməklə mən neçə nəfəri xətaya yol verdim hesablamada? Mütləq. 12 nəfəri, düzdürmü? Bax, bu 12 nəfər bu hesablama nə idi? Mütləq xəta. Xətası. Və nisbi xəta nədir? Nisbi xəta Nisbi xətada olur. mütləq xətanı 12-ni bölürük təqribi qiymətə vururuq neçəyə? 100-ə. Budur nisbi xətanın hesablanması. İndi gəlin bir də baxaq yuxarıda. 12,3-ü yuvarlaq götürdük 12. Hesablamada xətaya yol verdik. Modulca 12,3 minus 12 bərabər 0,3. Bax, bu 0,3 mütləq xəta. Və nisbi xəta nədir? Nisbi xəta, mütləq xəta bölünsün təqribi qiymət, yəni 12, vurulsun 100. Olarmı? Bəli. O da bərabərdir 0,25. İndi adətən faizən ifadə edirlər. Burada faizən ifadə edirlər, birbaşa yazıqdır. 100-ə vurmayıbdır, görürsən? Olacaq 0,25. Amma adətən nisbi xəta əslində faiz ifadə olmadı, amma belə olsun. Onsuz 0,25 neçə faizdir? 2,5 faiz demək. Oldu? Amma adətən bizə nisbi xəta faizin ifadə olunur. Neçə faiz yol verildi göstərilir. 34-ə baxaq. Niyə yazaq? 11,7 təkliklərə qədər, təklik budur. Yuvarlaqlaşsaq olacaq 11. Xətaya yol verdiyimi verdik. Nə qədər? 10,7. Mütləq xəta nə qədərdir? 0,7. Burada çox böyük səhv yol verdik. Nə edir bilirsiniz? 11,7. Maşallah olsun. Heç kimlə danışmır. Maşallah olsun. Aynen valla. Mən bu qulaqçıya tanımışam. Qulaqçıyla danışıram, heç də getmir. Olsun. 11,7 yuvarlaq nəyə bərabərdir? 12. Eləmi? Xətaya yol verdik mi? Verdik. Nə edirdik? 0,10. 11,7-nə. Fərqi yoxdur. 12 minus 11,7 olacaq 0,3. Mütləq xəta nə qədərdir burada? 0,3. Bəli, soruşsaydı nisbi xətanı tap, 0,3-ü bölərdik neçəyə? 12. 12. Vurardıq 100-ə. Əslində, bıraq 100 olmadı. Misalda verilmiş, o da kəsrən göstərir. Eyb yox. Gəlin bir də baxaq sual 35-ə. Bunu bir də işləyək. 35-də 124,6 ədədini təkliklərə qədər yuvarlaqlaşdırsaq, baxın, təkliklərə qədər olacaq 125. 24. 125 edir axı. Bəli, müəllim. Nəyə bərabərdir? 125-ə. Eləmi? Nə qədər mütləq xətaya yol verdik burada? 125-dən çıxacaq 124,6. Nəyə bərabərdir burada? 0,4. Mütləq xətamız nə qədərdir? 0,4. Bəs nisbi xəta mütləq xətanı 0,4-ü böləcəyik nəyə? Təqribi qiyməti 125-ə. Ona vursaq olacaq 4 bölünsün 1250. Eləmi? Bizdən burada nisbətən mütləq istəyib. Mütləq xəta nə qədərdir burada? 0,4. Davam edək. Buyurun, sual. Çox tənqid biz bugün burada. Neçəni suala baxıraq? O 39-a qədər, 40-a qədər sual. Matrixə baxa bilərik. Haycan.
Neçə? 37-yə baxmaq olar. 37 baxaq. O 37-də modulda 9 minus 3 bölünsün modulda mənfi 9 minus modulda mənfi 3. İfadəni sadələşdirin. Moduldan mütləq qiymətcə alınan cavab hər zaman nədir? Müsbət. Biz şərti belə qoymuşuqsa, modul daxili ifadə müsbətsə olduğu kimi çıxır, mənfidirsə əksi çıxır. Tərsi. Modulda əksi. Modulda mənfi 9-dan çıxacaq 9 minus modula mənfi 3-dən çıxacaq 3. Yuxarıda. 9 minus 3 neçə edər? 6. 1. Başqa. Məsələn, yəqin ki, burada 38 yazmayanlar var. Belə görünür ki, çox təəssüf ki. Var müəllim. Bərabərdir. Və birinci modulda mənfi 3 minus 1 mənfi olacaq mənfi 4. Modulda mənfi 4-dən çıxacaq 4 minus modulca mənfi 2-dən çıxacaq 2. Yuxarıda. Mənfi 2-nin kvadratı neçədir? Müsbət 4 minus modulda mənfi 2-dən çıxacaq 2 mənfi 2 mənfi 1 olacaq vurulsun mənfi 3. Məxrəcdə bir də baxaq. Məxrəcdə mənfi 3 minus 1 olur modulda mənfi 4. Modulda mənfi 4-dən çıxacaq 4. Minus modulda mənfi 2. Mənfi 2-dən çıxacaq 2. Yuxarıda mənfi 2-nin kvadratı neçədir? 4 çıxılsın. Modulda mənfi 2-dən çıxacaq 2 vurulsun mənfi 3. Aşağıda eləyər 2. Yuxarıda olacaq mənfi 2 vurulsun mənfi 3 olacaq müsbət 6. 10 bölünsün 2 olacaq neçə? 5. Belə görürsünüz 39 da işləməlisiniz. Çox təəssüf ki. Mən istəmişəm deyim. Dəniz, sağ ol, demə. Mənfi 2 vurulsun mənfi 4. 39-un sualını mən də bilmirəm. Deyə bilərəm. Baxın. Birinci, ümumiyyətlə mötərizənin daxilində olsaydı da, olmasaydı da, mənfi ədədin tək qüvvətlərinə verəcək, mənfi. Heç belə də baxanda mötərizənin qüvvətə dəxili yoxdur burada. Mənfi 2-nin kubu yenə nə olacaq onsuz da? Mənfi 8 virus. Modulda mənfi 2-dən çıxacaq 2 vurulsun. Modulda mənfi 4-dən çıxacaq 4 plus. Mənfi 3-ün kvadratı neçədir? 9. Bəs mənfi 3-ün kubu neçə edir? Mənfi 27. Olacaq. Deməli, mənfi 8 plus 8 plus 9 minus 27. Bunlar gedəcək. Cavab mənfi 18. 49 daxil sual. Buyurun, eşidirəm sizə. Gəlin baxaq 40 tipli suallardan. 40-cı sualdan başlayaq. Bunun haqqında məncə biz sizdən danışmışdıq ki, modul daxili ifadə müsbətdirsə olduğu kimi çıxır. Nədirsə, mənfidirsə əksinə. Müəllim, burada məsələn birincidə kök altında 5 minus 3, kök altında 5 təxmin 2 tam neçəsə çıxır. 2-dən də 2 tam neçədənsə 3-ün çıxanda mənfi alınır. Ona görə tərsinə çıxır. Amma ikincidə müsbət alınır deyə əks bağışlayın, əksinə çıxır. Amma ikincidə kök altında 5, 2 tam nə qədər eləyir? İkisini tam. Ona görə olduğu kimi çıxır. Demək şərt nədir? Modul daxili ifadə demişdik ki, əgər sıfırdan böyüksə olduğu kimi çıxır. Modul daxili ifadə əgər sıfırdan kiçiksə, onun nəyi çıxır? Əksi. Məncə aslamasını vermişdik, müzakirə eləmişdik. Yenə də baxmayın, ehtiyac olsa baxa bilərik. Ehtiyac varmı yenidən baxmağa?
Xeyr. İndi baxırıq birinci modul daxili ifadəyə. Kök altında 5 minus 3. Kök altında 5-dən çıxar hardasa 2 tam neçə? Çıxılsın 3, eləyər mənfi 0 tam neçə? Yəni qiymət mənfidir. Mənfidirsə, həmin ifadənin əksi çıxacaq. 3 minus kök altında 5. Plus. Baxırıq ikinci ifadəyə. Kök altında 5 minus 2. Kök altında 5 təxminən çıxar 2 tam neçə? Çıxılsın 2, eləyər 0 tam neçə? Yəni müsbət. Ona görə ifadə olduğu kimi qalır. İslah gedir. 3 minus 2 olacaq 1. Baxın, sual 41-ə. Modulda 5 minus kök altında 24 plus kök altında 24 minus 5. Nəyə baxacaq? Əgər modul daxili ifadə müsbətdirsə, olduğu kimi qalır. Birinci ifadə müsbətdir. Çünki 5 kök altında 25 deməkdir. Ona görə olduğu kimi qalacaq. Plus. İkinci ifadə amma mənfidir. Onun əksi çıxacaq. Kök altında 24 minus 5 yox, 5 minus kök altında 24 olacaq. Yəni ifadənin əksi çıxacaq modul daxili ifadə. 5 və 5 olacaq 10, çıxılsın 2 kök altında 24. Belə cavabı gözlə gəlməyəcək. Bilirsiniz niyə? 10 minus 2 vurulsun. Kök altında 24'ü yazacağıq. 4 vurulsun. Neçə? 6. O da 10 minus 4'dən kök çıxar 2. 2 dəfə 2 4. 4 kök altında 6. Yəni belə bir şey qalacaq. Davam edirik. Məsəl üçün baxırıq sual 43-ə. Yenə nə var burada? Modulda 2 kök altında 2 minus 3 plus 2 plus kök altında 8. Sizcə birinci ifadə müsbətdir yoxsa mənfi? Müsbət. Niyə? Çünki 2'nin kvadratı 4'e, 4'ü 2'ye vurarsa kök altında 8 eləyir. 3'ten 9 kök altında 9. 2 kök altında 2 kök altında 8 deməkdir. Yəni nə edirik? 2-nin 3'də kök altına salanda 9 edir. 3'də kökün altında 9 deməkdir. Nə baş verdi? Mənfidir ha müəllim. Sən demişdin bir müsbət demişdin sanki. Mənfi dedim. Eləmi? Onda birinci ifadə mənfisi əksi çıxacaq. 3 minus 2 kök altında 2. Plus. İkinci ifadə müsbət olduğu kimi qalacaq. 2 plus bu kök altında 8 kök altında 2 deməkdir də. İslah gedib cavab olacaq necə? 5. Davam edək. 44-cü sual ilə. Deyir, A-nın qiyməti 2'də 1'dən böyükdür, 1'dən kiçikdir. Müəllim yazmışam deyim. D. Müəllim 2'də 1 bərabərdir 0,5'ə. 0,5 böyükdür A'dan, o da böyükdür 1'dən. Orada müəllim A'ya mən özüm ədəd qoydum, 0,6 qoydum. 2 A'nın yerinə 0,6 qoyanda burada dəyişiklik olmayacaq. Çünki müəllim bu 1'dən böyük oldu. Amma ki müəllim burası ikinci ifadəyə A çıx 0,0 A çıx 1'dən isə A'da 1 çıx A olacaq. O birisi də A olduğu için qalacaq belə. Sonra deyirəm, sonra da 2A çıx 1. Sonra orada qalır müəllim 0 ifadəsi də qalır. Hamısı ixtisar gedir, qalır 0. Əslində tam spesifik eləmədimsə. Mən tam mahiyyətini başa düşmüşəm. A-nın qiyməti 2'də 1 ilə 1 arasında yerləşir. Məsələn, düşünə bilərsən, bəli, 0,6. Yəni 10'da 5'dən böyük, 1'dən kiçik. Biz A-nı nə üçün lazımdır bizə? Əslində, ifadə kimi yerinə qoya bilərdən, bir də qoymuruq. Modul daxili ifadə müsbətçi olduğu kimi çıxacaq. A, məsələn, 0,6-dırsa, yəni 10'da 5'dən böyükdür də. 2 vuraq 0,6 neçə eləyəcək? 1,2. Çıxılsın 1, eləyər 0,2. 1,2-də 1'dən böyükdür. Yəni, modul daxili ifadə müsbətdir. 2A minus 1 plus. İkinci modulun içərisi amma mənfidir.
Aha, A Orada birdən. böyle Ona sıfır görə tamamda əksi olacaq. 1 Nə minus sıfır? A olacaq. Hı. A minus 1. Minus A 2-də 1-dən 1 Olduğu artınca kimi. müsbətdə olduğu kimi qalacaq. Elə A bərabərdir. Burada 2A mənfi 1-dən 1 gedir. A minus A neçədir? Minus 2A. Cavab olacaq 0. Sıfır. Davam edək, sual 45-ə baxaq. Bax, nə deyir bizə? Modulda 3 plus x plus 2y minus 8 kiçik bərabərdir 0. Bir Deyim. şərt. Yazmısan mı? Benim Hə, elim. çox sağ ol. 2 modulun cəmi o zaman... Niyə adeşdirəm sən? Mən də yazmışam sualı. Deyə bilərsən, İzahım buyur. vereyim. Aha. Hə. Mən hər mötərizənin içini sıfıra bərabərləşdirmişəm. Səbəb? Heyə bilirəm, ona görə. Bilirəm, Heyə yox. görməliyəm. Bilirəm, yox, yəni bilirsən. Bildiyini niyə bilirsən də? Yəni burada məntiq nədir? Bəlkə bizə Yusuf desin, bəlkə Cahangir danışsın, bəlkə digər Zeynəb danışsın. Çünki müəllim. Nə danışsın? Buyur. Hə, işte desinəməmiş. Başqa bir nəfər. Leyla, sən danışa bilərsən. Hə, eşidirəm. Yusuf eşidirəm, sən dedin elədir. Məndə səhv çıxıb. Hə. Rəvan, sən müdaxilə edə bilərsən kişi. Müəllim, mən də Nihatın dediyi kimi fikirləşirdim elə. Hə. Bax, Rəvan, 2 modulun cəmi 0 ola bilməz bir haldan başqa. 2 modulun fərqi 0 ola bilərmi? Ola bilər. Modulda A minus modulda B 0 olar, olar. O zaman ki, elə A B-yə bərabər olsun. Və ya əksi olsun bir-birinə, fərqi yoxdur. Amma 2 modulun cəmi yalnız və yalnız o zaman 0 olar ki, çünki 2 ədədin cəmi 0 ola bilər ümumiyyətlə, olar. Onda bunlar bir-birinin nəyi olsun? Əksi olsun. Məsələn, biri 5-də, biri mənfi 5 olsun. Axı moduldan çıxan şey mənfi 5 ola bilməz. Ona görə 2 modulun cəmi o zaman 0 olar ki, o modulun hər ikisi ayrı-ayrıqdan nəyə bərabər olsun? Sıfıra bərabər olmalıdır. Bəli. Və indi qoy mən bunu yazım. Bizə bu sualları 3 şəkildə verirlər. Bax, birincisi elə budur. Modulla. Onda 3 plus x də 0-a bərabərdir. Onda x neçədir? Mənfi 3. Mənfi 3. 2 minus 8 də 0-a bərabərdir. Y neçədir? 4. Nə də qoy yerinə yaz. İkinci, bizə verirlər qüvvətlə, cüt qüvvətlə. A minus 3-ün kvadratı, B minus 2-nin kvadratı bərabər 0. Yəni, sual 46. Müəllimin 46-cı sual. Yenə eyni haqq hesabdır. Bunların kvadratları, yəni cüt qüvvətləri mənfi ola bilməz. 2 müsbətin cəmi də 0 ola bilməz. Yalnız o halda olar ki, bu da 0 olsun, bu da 0 olsun. Onda A minus 3 də 0-a bərabərdir, A 3-dür. B minus 2 də 0-dır, B neçədir? 2-dir. Bəs 3-cü hal nədir? Kim deyər? Yazıram. Kök altında 3 plus x, kök altında 2 yazıram minus 8 bərabərdir 0. Cüt əzdən kökdən bəli mənfi çıxa bilməz. Cəm o vaxt 0 olar ki, bu da 0 olsun, bu da 0 olsun. Aydındır? 3 dənə şəkildə bizə bunu verə bilər. 3 şəkil, fərqli istiqamətdə. Buyurun, sual. Yoxdur. 60-a qədər sual. 56. 51. də bizə veribdir. A kubun üstü 4 vurulsun A kvadratı bölünsün A üstü 3. İnşallah bunu biz işləyəcəyik həqiqi üstü qüvvət anlayışında. Qüvvətlərin hasilini verir. Olacaq A üstü neçə? 12. 12. Vurulsun A kvadratı bölünsün A kubun. Bərabərdir. A üstü 12 vuraq A üstü 2 olacaq A üstü 10'dur. 14. Bölək A kubu böləndə əsas eynisi üstəyə çıxır A üstü 11. Bəli. Aydın olmadı? Oldu. Benim bir de ahırda 2 tane sual var. Onu bayağı düşünmemişim. Yazabilmemişim daha doğrusu. Benim bir de 55'e bakabiliriz. Baxa bilərik ki, bir tane gözdən.
Hə, neçəni deyirsiniz? 55 müəllim. 55. 55-ci sual. Deməli, mənfi 3-1-in üstü mənfi 2 minus mənfi 3-1-in üstü mənfi 3. Bərabər. 9'un üstü 1. Ümumiyyətlə, mənfi ədinci üstü qüvvəti bizə nə verəcək? Müsbət. Bu mənfi gedir. 9. Və mənfi üstü qüvvət həmin qüvvətin tərsini verir. Və 3-1-in kvadratı olsaydı sənə verərdi 9'da 1. Amma 3-1-in üstü mənfi 2 sənə verəcək 3'ün kvadratı, yəni necə? 9. Mənfi üstü qüvvət həmin qüvvət tərsini verir sənə. Olacaq 9. Minus. Mənfi üstü qüvvət sahibi yenə verəcək mənfi. Mənfi olacaq müsbət. Və qüvvət mənfi olduğuna görə əslində 3-1-in kulu 27-də 1 eləyərdi. Amma 3-1-in üstü mənfi 3, 27. Cavab olacaq necə? Müəllim. De. 3'te 3 üstü mənfi 2. Burada müəllim 3'te 9'da 1'e beraberdi onda. 3'ün üstü mənfi 2. Bəli, 9'da 1. Çünki 3'ün üstü 2, 9'dursa, özə mənfi 2, 9'da 1. Yəni, mənfi qüvvət həmin qüvvət tərsini verir. Bu nisbatı inşallah, daha sonra gedişən baxarıq inşallah. Həqiqi qüvvət anlayışında. 68, 69. Yox, çox getdin sən. Sual. Burada millətin sual var. Hara gedirsən? 57 müəllim. 57. Kök altında 11'in kvadratı mənfi 7'nin kvadratı kök altında 6'nın kvadratı kök altında mənfi 6'nın kvadratı. 11'in kvadratı neçə eləyir? 121. 21 müəllim. 7'nin kvadratı neçə eləyir? 49. 49. Kök altında 6'nın kvadratı, kök altında bax, kök altı 6 demək. Neçə eləyir? 36 kökdən çıxar 6. Minus kök altında 6'nın kvadratı yəni neçə eləyir? 36. 121'dən 11 çıxar, 49'dan 7 çıxar, 6 minus 6. Hesablayarsın. Əslində biz bunu belə deməli deyildik. Deməliydik ki, köklə dərəcə gedir və s. yəni gedə bilərdi, amma ilk olaraq istəməsə otur baxaq. Müəllim, açıq sual düşsə, orada izahın nəsə deyim, köklə dərəcə getdi, bu belə yazmalıyam. Əslində köklə dərəcə gedir deyə bir şey yoxdur. Orada bir sən nətərdir? Köklə dərəcə gedirsə, ona belə çıxır ki, bu gedir, o da mənfi 7 qalır. Biz bunu gətirməliyik kəsr üstü qüvvətə. Kəsr üstü qüvvətdə artıq orada ixtisar gedir. Ona baxacaq, həqiqi üstü qüvvət anlayışı, inkar üstü anlayışı. Onca dərini getirəm. Bugün belə baxırıq. Bu tərəfdən bilək. Amma müəllim, inşallah gələn dərs dərinə gedək. Mütləq. O indi öz çalınan məqam işləyəcək. Həsin öz vaxtı var. Deyin. 68. 65. 65. Deyim müəllim. Yox, çox sağ ol. 256 vurulsun 5 üstü 10. Neçə rəqəmlidir? Ədəd. Əvvəl sadələşdirək. 256 2-nin üstü neçə deməkdir? 8 demək deyilmi? 5 son 208. Onda 5 üstü 10'u da 5'in üstü 8 vuraq 5'in nəyə yazaq? Kvadrata. Bilsən niyə? Kvadrat. Bunların qüvvətləri eyni olsun. Qüvvətləri eyni olan əsaslar bir-birinə vuranda qüvvətləri. Dağ dərəcələri eynicə. Qüvvət olduğu kimi əsasları bir-birinə vururuq. 2 vurulsun 5. Bir də vuraq 5'in nəyi var? Kvadratı. 5'in kvadratı neçə eləyəcək? 25. Vurulsun 10 üstü 8. Gördün mü? İndi fikirləş, 25 yanında 10 dənə 0. Neçə rəqəm edir? 10. Belə 25 yanında 8 0. Neçə rəqəm edir? 10 rəqəmdir.
Aydın oldu. Bəli, müəllim. Dedinsə 68. 67. 7. 67'ye baxmaq olar. Kök altında 6 minus 2 tam onda 5. Kök altında 6 minus 2 tam onda 3. Hesablayın. Birinci ifadə... Bitti yazıb 66'ın zəhlisi. Bu 67 bu deyil axı. Elə mi? Qoy yazım. Nə fərqi var ki? İlk öncə baxırıq. Müsbətdirmi? Hardan biləcəyik? 2 tam onda 5'i sağı kök altına eləyər 6 tam %25. Deməli, 2 tam onda 5 kök altdan böyükdür. Demək ki, ifadə mənfidir. Ona görə əksi çıxacaq. 2 tam onda 5 minus kök altında 6. Plus. İkinci ifadə müsbətdirmi? Bəli, müsbətdir. Ona görə olduğu kimi qalır. Kök altı 6 minus kök altı 2 tam onda 3. Gedir. 2 onda 5 minus 2 tam onda 3 qalır 0 tam onda 2. Belə. Amma baxaq 67-ci suala. 67-ci sualda şərtdə deyir ki, modulda A kvadratı plus C vurulsun B sıfırdan böyükdür. B kubu C üstü 5 sıfırdan kiçikdir. B plus modulda C bölünsün A kubu yenə sıfırdan kiçikdir. A'nın, B'nin, C'nin işarəsini təyin edin. Əvvəla deyirsən ki, birinci modul ifadə nə olur olsun, modul daxil olacaq nə? Müsbət. Vurmuşuq B-yə sıfırdan böyükdür. Deməli, B nəymiş? Müsbət imiş. Əgər B mənfi olsa, mənfini vursaq modula zaten mənfi alardır. Yəni, modula müsbət çıxacaq. B müsbətdir. B müsbətdirsə, ona B-nin kubu da müsbətdir. Vurmuşuq C-yə olub mənfi. Onda demək C nəymiş? Mənfiymiş. İndi baxaq. Gəldik kəsrə. B müsbət. C mənfidir. Modul olacaq müsbət. Bölünsün A olub mənfi. Onda A nəymiş? Mənfi. Mənfi. 68-ci sual. ABC natür ədədləri üçün 1 bölünsün A, 1 bölünsün B, 1 bölünsün C. Elə mi? Bəli, müəllim. Və x-in misal ədədləri üçün deyir A bölünsün x, B bölünsün y-ə, C bölünsün z-ə bərabərdir. İndi x-i z-i deyir müqayisə elə. Nə edək? Müəllim, Allah ki, mən bu suallara baxa-baxa qalmışam. Niyə ki? Çarpaz. Eşitirsənmi? A B-dən böyükdürsə, onda 1 bölək A, 1 bölək B-dən kiçikdir. Məsəl üçün, 5 3-dən nədir? Böyükdür. Amma 5-də 1, 3-də 1-dən nədir? Nədir? Kiçikdir daha doğrusu. Kiçikdir. İndi, əgər C-də 1, B-də 1-dən kiçikdirsə, B-də 1 də A-da 1-dən kiçikdirsə, demək normalda C A-dan B-dən böyükdür, B-də A-dan böyükdür. Məsələn, C tutaq ki, 5-dir, 5-də 1, kiçik nədən? 4-də 1-dən, o da kiçik nədən? 3-də 1-dən. Elə deyil. Amma normalda 5, 4-dən böyükdür, 3-dən böyükdür. Yenə aydın olmadı. Hə, Zəhra? Əgər elədirsə, indi deyək bu nisbətlər bərabərdir. Məsəl üçün, C-ni bölmüş Z-ə. Z-i qəbul edir elə 5. 5 bölünsün 5 saniyyə verir 1. B-yə 4 demişsə, məsələn, Y-nin ilk olsun 4. 4 bölünsün 4 saniyyə verir 1. A-ya 3 demişsə, X olsun 3. Yəni 3 və 3 saniyyə verir 1. Və elə ən böyük Z-dir, Y-dir, ən kiçik də X-dir. Müəllim, bu artıq sual kimi düşə bilər. Niyə də yox? 1.69. Biz bunu nə qədər test vermişdik evə? 50'den olardı. Yox, nə qədər vermişdik evə biz sizə? Mama artıq Müəllim, nədən? Eşitmədim.
Deyirəm, evə nə qədər test vermişdim mən sizə bunun içərisindən? Neçə dənə vermişdim? 69 dərəcə müəllim. Yəni sonuncu sualımızdır da. Baxın mı bura? İraci ifadəni sadələşdir. Bax, bu suallarda yenə də deyirəm, gəldi, əslində biz buna Nihat mikrofonu bağla. İnşallah kvadrat kürəsindən işləyəcəyik. Kvadrat kürə dərsində. 18 plus 4 kök altında 8 var ha. Bu ifadəni kədlinin cəminin kvadratı kimi yazsaq, birinci ilə ikincinin kvadratları cəmi 18-dir. Hasilin 2 misli də 4 kök altında 8-dir. Demək, kvadratları cəmi 18. 2 mislin 2-ni ayırırıq. 2 vurulsun 2 kök altında 8. Yazırıq. Niyə belə yazdınız ki? 2-ni ayırdınız. Axı deyirik, birincinin kvadratı plus ikincinin kvadratı plus birinci ilə ikincinin hasilini 2 misli. Bəli. Aha. İndi ona görə də deməli, nə edirik biz burada? O 2 misli mütləq ayıraq ki, sual görə bilək. Bizdə ikinci hasil 2 misli. İndi kvadratları cəmi 18, hasili 2 kök altında 8. Hansı əvvəl ola bilər? Mən beynim yandı. Bir oldu. Birinci bayışdım biraz. Benim yandı müəllim bir rəqəm. Error eləyir. Sadəcə mən burada nə etmişəm? 2 hasil yazmışam, 2 mislini yazmışam. Yəni bunu yerə gətirməliyik ki biz. Mən bir dəqiqə qoy mən bunu burada özüm üçün eləyim. Çünki mən hələ çatmayacağam müəllim. Mən bunu Əlini saxla. Gəlin bu sual tamam fərqli yolla gedək. Bu yolu hər adam işləyə bilmir. İşləmir. Bərabərdir. Bax sizə bir dənə gediş deyim. İstənilən ədədi, məsəl üçün 5, eləmi? Kök altında 5-in kvadratı yazsan, nəsə dəyişər? Yenə 5 deməkdir də. Məsəl üçün 3-ü yazə bilərəm, kök altı 3-ün kvadratı, yəni kök altı 9, yenə 3-dür də. İstənilən ədədi kök altında kvadrata yüksəltsən, qiymət nə edər? Dəyişməz. Gəl bu ifadəni kök altında kvadrata yüksəldək. O bayaq dediyə dərəcə ilə kök. Yenə getsə, yenə özü qalacaq, fərq eləmir. Elə yazsaq, bax, olacaq birincinin kvadratı. Kvadrata qalsan kök gedir. Eləmi? Qalacaq 4 kök altında 8 minus 18. Plus ikincinin kvadratı. 18 plus 4 kök altında 8. Plus birinci ilə ikincinin hasilinin 2 misli. Yəni 2 vurulsun kök altında modulda 4 kök altında 8 minus 18 vurulsun 18 plus 4 kök altında 8. Onda qayda burada müəllim. Yox, bax əslində kədlinin fərqini və ya cəminə gətirmək olardı, kvadratına gətirmək olardı. Amma bunu qoyduq qırağa. Yəni bu daha rahatdır bunu görmək. Yəni bu sualda çünki bax qoşması var, onu sonra gətirdim mən. Deməli, bildinizmi nə etdik burada? Sadəcə kök altına kvadrata yüksəltdim. İndi bu ifadə kökdən çıxacaq. Daha sonra moduldan düzdür? Bax bu. İndi moduldan çıxmaq üçün nəyə baxacaq? Müsbət olduğu kimi çıxsın. 4 kök altında 8 minus 18 müsbətdir, xeyr mənfidir. Çünki 4 kök altında 8, 16 vura 8 eləyir. O da 128 eləyir. 128. Ona görə mənfidir. Mənfi olduğu üçün əksi çıxacaq. Demək olacaq 18 minus 4 kök altında neçə? 8. Plus nə var baba burada? 18 plus 4 kök altında 8. Düzdür? 2 vurulsun, indi kök altında. Yenə də bu ifadə kökdən, moduldan çıxacaq, fikir versin, bax. Olacaq 18 minus 4 kök altında 8. Vuraq nə var? 18 plus 4 kök altında 8. Bura qədər problem var? Xeyr. Bunlar getdi. Qaldı kök altında 36. Düzdür? Plus öyle. Plus 2. Yuxarı üstə yazmışlar, sağ vuraq yazmışlar. Eşitmirəm.
Heç nə. Bunu deyirdin? Bəli. Hə. Kök adlı ifadəyə baxsaq, bir dəfə fərqi, bir dəfə cəmi. Olacaq kvadratlar fərqi. 18-in kvadratı 4 kök altı. 8-in nəyi? Kvadratı. Eləmi? Evet. Bərabər olacaq kök altında 36 minus 2 vurulsun. Bu eləyir 324, 18-in kvadratı. Çıxılsın 16 vura 8 neçə eləmişdi? 128 mi deyəsən? Bir dənə baxın səhv etməyək. Neçə qədər çıxsaq? 6, 9, 1, 196. Ondan kök neçə çıxır qardaş? 14. Olacaq kök altında 36 minus 28 mi eləyir deyəsən? Qalır kök altında 8. Yəni 2 kök altında 2. B bəndi. Aydın oldu. Əslində yetərincə maraqlı sualdır. Amma bu gedişi bildinizmi? Yəni, görün qoşması var, irrasional ifadədir. Ən gözəli kök altına kvadrat yüksəldir. Bunlar rahat. Bunu müəllim, yazsın müəllim, tam bal almaq olardı, Əlbəttə eləmi? ki, tamamilə doğrudur. Yəni, heç bir riyazi uğursuzluq yoxdur burada. Yaxşımı? Mən digər dərsin vaxtına çox girdik. Sən sağollaşaq. Mən keçim onların dərsinə.